Sarayda sərxoş vəziyyətdə evə gələn kişi arvadına xəsarət yetirib. Məlumata görə hadisə bu ilin yanvarın 10-da saat 23 radələrində baş verib. Belə ki, Füzuli rayon sakini 1984-cü il təvəllüdlü Seymur Saray qəsəbəsində yaşadığı fərdi yaşayış evinə alkoqol sərxoşluğu vəziyyətində gəlib. Arvadı Səlimə isə onu evə sərxoş vəziyyətdə gəlməsi ilə bağlı irad bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Seymur mübahisə əsnasında arvadının üzərinə hücum edib. Qəsdən əl yumruq zərbələri ilə onun göz, sifət, baş, sinə və qol bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub. Bir sözlə olma müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci il qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq olub. Abşeron rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.